mıydı? Yağ, gətirmişsiniz quru yağ. Bir də satın nasıl? Un, istiyor və su. Bunların məqsədi odur ki, uşaqlar biz bilirik ki, ətrafımızda bir çox bakteriyalar və viruslar var. Həmin bakteriyalar və viruslar bizlərə xəstəliklər törədə bilərlər. Və bu xəstəliklər, məsələn, bizə ətraf mühitdən tutaq ki, əlimizi nəyəsə natəmiz olan bir əşyaya vurduqda, üzərində virus və bakteriya olan bir əşyaya vurduqda, əlimizə yox. Biz onu adi gözlə görə bilmirik. Çox kiçik adi gözlə görünmədiyinə görə biz onu adi gözlə görmürük, mikroskopla görürük. Amma bu gün təcrübə aparanda biz elə fərz eləyin ki, gəlin biraz yağ əlavə eləyək suya. Yağ əlavə elədik, bir bəsdir. Qalan da qalsın. Biraz yağ əlavə elədik. Sonra istiyor, bunu da ağzına uşaqlar. İstiyor bu da elə bilin ki, həm bakteriyalardır, bakteriyalar, viruslar, xəstəlik törədən mikroorqanizmlər kimi başa düşürüm. İstiyor da elə başa düşürüm. Zəhmə nə tək qalansan bala? Biz yeməyə onu götürək. Hamısını qarışdıraq. Bunlar da bunlar da bakteriya və virus kimi başa düşürük. Yəni biz bunları adi baxdı, ətrafımızda çoxdur. Məsələn, bir uşaq asqırdı, əlini ağzına tutdu. Asqırdıqdan keçən, məsələn, virusları keçdi əlinə. Sonra götürdü bu kitabı əlinə vurdu. Sonra sən də o kitabı götürdün. O da keçdi sənin əlinə. Yox, sənin əlinə keçdi. Amma sən onu adi gözlə görə bilmirsən. Amma bu formada indi gəlin bir təcrübə aparanda siz onu virus qolunuza Mən. Şöyle bir iki nəfər eləsə bu sizlə əlləşib salamlaşanda məsələn ya hamı yox, aha. Yox, bəs. Hə, indi bu məsələn Cavidlə salamlaş. Evet, Salamlaş. Salamlaş. Əlinə bax indi Cavid. Əlində görürsən həmin stokun dərəcələrini. Siz də salamlaşın. Haya. Salamlaşın indi. Əllərinizə baxın, uşaqlar. Görürsünüz stokun izlərini ağzınızdan görə bilirsiniz. Niyə sən də biz salamlaşa biliriz? Salamlaşaq. Hüseyin, caz bana salamlaşaq da. Ay, uşaqlar protein. Hüseyin, nə olsun? Yəni uşaqlar bu mənada sabah əllərinizi istiyotlar. Əlinizi bura vurmasınız da, yoldaşınızla salamlaşanda istiyot əlinizi görə bilirsiniz. Bunun mənası odur ki, yəni siz görməsəz də mikroblar bizim əlimizdə olur. Ona görə biz əllərimizi nə etməliyik? Bəlkə söz yemalıyıq, şəxsi gigiyena qaydalarına riayət etməliyik. Təcrübəmizin də əsas məqsədi bu idi. Siz buraları bulaşdırdınız.